Hər kəsə salam, axşamınız xeyir olsun. Bugünkü test izahım DİM-in 2025-ci nəşr üçün olan 5-ci sinifdən ingilis dilinin səhifə 78-də School Time variant A test izahı olacaq. Biz bilirik ki, suallar başlayan kimi birinci dinləmə hissədən başlayır və hər dərs təkrar qeyd edirəm, yenə də qeyd edirəm. Dinləməni səhvsiz etmək istəyiriksə, biz mütləq şəkildə əvvəlcə sualları oxuyub suallardan tanış olmalıyıq. Bu şəkildə etdikdən sonra dinləmə başlayan kimi biz sualların hamısını düzgün cavablandırmağa vaxt çatdıra bilirik. Əgər sualları tərcümə etməmiş dinləməyə başlasanız, bu həmişə 100% nəticə verməyə bilər. Birinci başlayırıq dinləmə hissədən. Sual 1. What subjects does the school offer? Məktəb hansı fənləri təklif edir? Yəni, məktəbdə hansı fənlər var? Cavab olur A variantı, Art, Science and Commerce. Dinləmə hissəsində çaşdırmaq üçün cavabı bu şəkildə verilib dinləmədə. Science, Art, Commerce. Belə izah edilib loru dildə. Məsəl üçün, deyirəm ki, bizim məktəbdə ingilis dili, riyaziyyat və incəsənət tədris olunur. Dinləmədə belə deyilir. İncəsənət, riyaziyyat, ingilis dili. Yerini dəyişik deyir və şagirdi çaşdırmaq istəyir ki, görüm şagird daha diqqətli qulaq asıb üçünü də tuta bilirmi, yoxsa yox. Dinləmədə belə deyir. Science, Art, Commerce. Amma cavabda necə verib A variantında? Art, Science, sonra Commerce. Yəni, bir də cavab olur A variantı. Tapşırıq 2-yə baxıram. The school has facilities for. Məktəbin imkanı, şəraiti var. Nə üçün? Dinləmədə deyir 1-i və 4-ü. Sport study, yəni idman təhsili üçün, yəni idman növləri çoxdur. Və 4-cü other activities, başqa aktivitelər. 1-4 düzgün cavab olur. Cavab olur C variantı. Indoor games, outdoor games nədir? O barədə deyim. Indoor games, yəni içəridə olan idman növləri. Məsəl üçün, basketbol salı içəridə ola bilər və yaxud da ki, içəridə məsəl üçün üzgüçülük ola bilər. Outdoor games, yəni çöldə olan aktivitelər. Məsələn, futbol adətən çöl meydançasında olur. Bu tipli oyunlardan söhbət gedir. Məktəbdə olan sportlardan. 3-cü hissəyə baxıram. What is the passage mainly about? Mətin nə haqqdadır? Dinləmə nə haqqındadır? Cavab olur Y variantı. Məktəbdə atmosferi və məktəbin şəraiti haqqında, imkanları haqqında. 4-cü hissədən başlayıram. 4-1. Biz burada qeyd etməliyik. Hansılar doğrudursa true, hansılar yanlışdırsa və yaxud da ki, hansıları fərqli cür səsləndirirsə və yaxud da ki, hansını ki demirsə, bu zaman onu false. 4-1-ə baxıram. The school has a separate basketball and tennis court. Məktəbin ayrı-ayrılıqda basketbol və tenis sahəsi var. Bəli, 4-1A. İminli bu cümləni birə-bir dinləmədə deyir. 4-2. School does not have a swimming pool. Məktəbdə üzgüçülük yeri yoxdur, yəni basenisi yoxdur. Yanlışdır. Çünki dinləmədə deyir ki, üzgüçülük basenisi var. Ona da görə 4-2-ni götürürəm B. 4-3. Students do not practice sports every day. Tələbələr hər gün sport məşq eləmirlər. Bu yanlışdır. Çünki dinləmədə oyun adlarını çəkir ki, məktəbdə filan idman növləri var və şagirdlər bu idmanları hər gün məşq edirlər. Burada isə deyir ki, hər gün məşq eləmirlər sport. Ona görə 4-3 false, yanlış seçəcəyik. 4-4. School is a 3-storied building. Bəli. Bunu da mətn hissəsində cavabını deyir məktəb haqqında. Ona görə də 4-4-ə cavab olur true, yəni A variantı. 5-ci testə baxıram. 5-ci hissədə mətni oxuyuruq. Məktəbdə Sunrise Akademiyasında olan fənlərdən bəhs edir ki, bunlar təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyatdır. Hansı ki, hal-hazırda Azərbaycanda da bu tədris olunur. Biz bunu STEM adlandırırıq. STEM, yəni STM, S Science, T Technology, E Engineering, M Mathematic və məktəb binası haqqında danışır ki, məktəb binası müasir binadır, müasir sinif otaqları var, geniş oyun alanları var, müxtəlif növ idman növləri, imkanları var, həmçinin futbol sahəsi var və basketbol oynamaq üçün bir zalları var. Və 5-də cavab olacaq B variantı. The subjects offer at the Sunrise Academy. Yəni Sunrise Akademiyasında olan fənlərdən da bəhs edir burada. Onda olan yəni fənlər, idman növləri və bunlardan danışır. Ona görə cavab olacaq 5-də B variantı. 6-cıya baxıram. Deməli, Green Valley School focus, yəni fokuslanıb sosial təhsil və humanitar fənlər, incəsənət,
sosial həyat bilgiləri və bu haqqındadır. Yəni daha çox belə deyək, Azərbaycan dilində deyirik ki, dəqiq elmlər var, bir də humanitar fənlər var. Daha çox humanitar fənlərə yönəlik bir məktəbdir. Və məktəbdə danışır ki, incəsənət studiyaları var, musiqi otaqları var, teatr yerləri var, yəni teatr tamaşaları var və gözəl bir bağçası var. Və burada cavab olacaq C variantı. The focus on science education, təbiət elmlərinə olan fokuslanmaq. Fokus sözü, yəni fokuslanmaq. Azərbaycanda işlədirik də, yəni diqqətini ora toplamaq, fokuslanmaq. Yəni o məktəb bura fokuslanıb, ondan bəhs edir. Ona görə də burada cavab olacaq C variantı. Düzgün cavab. 7-ci yerə baxıram, tapşırığa baxıram. Hilton International School, International Baccalaureate Program. Bina haqqında danışır. Burada gimnastikaları, üzgüçülük, swimming pool, üzgüçülük baseynləri. Üzgüçülük baseyn nədir? Bir var normal evlərdə olan baseyni, bir də var ki, üzgüçülük üçün olur, müəyyən uzunluğu olur, xətlərdən bölünür ki, hərə öz sahəsində üzə bilsin, yəni yarışmacılar və atletik yerləri var, həmçinin müxtəlif klubları var. Burada cavab olacaq B variantı. The facilities of Hilton International School, International məktəbin, beynəlxalq Hilltop məktəbinin olan imkanlarından. Facility sözü obyekt deməkdir. Burada Azərbaycan dilində obyekt kimi tərcümə olunmur. Yəni məktəbdə olan imkanlardan, məktəbin şəraitindən bunlardan bəhs edir. Ona görə 7-də cavab olacaq B variantı. Daha sonra biz mətni oxuyub tərcümə edirik. Bu mətnlə bağlı biraz fərqli məqamlar var. Çünki mətnə diqqət etirsək, burada indi tapşırıqları izah etdikcə bir-bir qayıdıb təkrar deyəcəm. Burada çünki biraz fərqli məqamlar var. Məsələn, 8-ci tapşırığa baxıram. Doğru olanları deyir, seçin. Birincidə deyir ki, Lukasın sevimli dərsi riyaziyyatdır. Hansı ki, burada mətnin içində elə demiş. Burada mətnin içində deyir ki, Lukasın sevdiyi fən, bax yazıb ki, Lukas art, incəsənəti xoşlayır. Bu onun sevimli fənnidir. Ona görə də burada, yəni tapşırıq 1-də, tapşırıq 8-də birinci yanlışdır. Çünki matematik deyil, artdır. İkincidə deyir, Lukasın ingilis dili müəllimi fikirləşir ki, o yaxşı tələbədir. Bəli, 2 düzdür. Üçüncüdə deyir ki, Lukas science dərsində yalnız çalışır. Burada səhvdir. Çünki mətndə deyir ki, o science dərsində, yəni təbiət dərsində yoldaşları ilə birlikdə işləyir. Dördüncüdə deyir ki, Lukasın incəsənət dərsindən sonra günorta yeməyi olur. Burada isə mətnin içində deyir ki, Lukasın yeməyi science dərsindən, yəni təbiət elmindən sonradır. Yəni bu testdə düzgün cavab bir dənə 2-dir əslində məntiqdən, mətnin içindən baxsaq. Lakin elə bir cavab verməyiblər. Ona görə məcbur burada cavabları 1-2 götürürük. Amma 1-i mən düzgün saymıram. Niyə? Düzgün saymıram. Çünki mətnin içində deyir ki, Lukasın sevimli fənni incəsənətdir. Prosto riyaziyyatdan da misallar eləyir və riyaziyyatı yaxşıdır deyə. Yəni demir ki, baxın belə izah edeyim də. Biri var deyirəm ki, Məhəmməd riyaziyyat fənnindən yaxşı tapşırıqlar edə bilir. Bir də var deyirəm ki, Məhəmmədin sevimli fənni riyaziyyatdır. Bu fərqli anlayışdır. Kimsə ingilis dilini yaxşı bilə bilər, amma bu onun ingilis dilinin onun favori dərsi olduğu mənasına gəlmir. Yəni çox dərinə getsək, əslində bu testdə 8-ci testdə tək düzgün cavab 1-dir. Daha doğrusu tək düzgün cavab 2-dir. Lakin elə bir cavab olmadığı üçün biz 1 və 2-ni götürürük. Ona görə də cavab olur B variantı. 9-cu testə baxıram. Mətn nə haqqındadır? Mətn Lukasın gündəlik məktəb cədvəli haqqındadır ki, o hansı fənləri keçir, hansı fəndən sonra hansı fənni var və s. Sonra burada 10-cu testə baxırıq. What does Lucas do during his lunch break? Deməli, günorta yeməyi ərzində Lukas nə edir? O Kyle ilə oturur yemək yeyərkən. Onda cavab olacaq B variantı. 12-yə baxıram. Lukasın favori fənni. Deməli, burada cavab olacaq 2 art, 4 mathematics. Deməli, 2-4-ü düzgün cavab seçdiyimiz üçün burada 11-də. Ona görə 8-də də 1-2-ni düzgün cavab seçə bilərik. Amma diqqətə, yəni lap dərinliyə geçsək, əslində cavablar belə olmamalıdır. Niyə 11-ci testdə 1-i seçməmişəm? Çünki o ingilis dili müəllimini xoşlayır deyir mətnin içində. İngilis onun favori dərsidir demir. Məsəl üçün, yenə misal gətirirəm. Şagirdlərim üçün mən onların sevimli müəllimi ola bilərəm, məni xoşlaya bilərlər, amma ingilis dilini xoşlamaya da bilərlər. Ona görə 1 düzgün cavab deyil burada. Və 3-cüdə deyir ki, o science çətin bir fən olur onun üçün. O science-in çətin olduğunu qeyd edir. Ona görə burada cavab olacaq 2 və 4 onun favori dərsləri, yəni A 11-də. 12.
12-ci mətndə deyir ki, düzgün olan variantları seçin. Burada düzgün olan cavablar 1, 3 və 4-dür. 2 niyə səhvdir? Ona görə ki, burada deyir ki, science dərsində o yalnız işləyir, amma mətnin içində deyir ki, o sinif yoldaşlarından işləyir. Ona görə 2 səhvdir. Düzgün cavab burada 1, 3 və 4-dür. 13-cü testdən davam edirəm. 13-cü testdə düzgün cümləni seçməliyik. A variantında deməli feil olan cümlədə feillər təkdə S şəkilçisi qəbul edilir. Yəni hidə, şidə, itdə feillərə S şəkilçisi qəbul edir. A variantında she walks to school olmalıydı. B variantı düzgün cavabdır. C variantında they goes yox, they go olmalıydı. D variantında the teacher explains olmalıydı. Çünki müəllimdən, bir müəllimdən danışır və explain feilə təkdə S artırılır. A variantında isə I, it olur. Mən yeyirəm. He, she, itdə it olmalıydı. Ona görə 13-də düzgün cavab olur. B variantı feilin indiki sadə zaman dərsinə aiddir. Və əgər bu dərsi bilmirsinizsə kanalıma daxil olursunuz. Feilin indiki sadə zaman dərsini təkrarlayırsınız və bundan sonra bu test sizin üçün daha aydın olacaq. 14-cü testdən davam edirəm. 14-cü testdə də biz düzgün cavabı seçməliyik. A variantında she cooks olmalıdır. B variantında Elena plays olmalıdır. C variantı düzgün cavabdır. D variantında pişiklər oynayır. Cats play olmalıdır. Çünki pişiklər cəmdədir. Cəmdə olan feillər S qəbul etmir. Feillər ancaq hidə, şidə, itdə S qəbul edir. Burada isə pişiklərdən söhbət gedir. Yəni pişiklərə Z kimi baxırıq. They play olur. They plays olmur. Y variantında da she likes olmalıdır. She like verib. Ona görə də 14-də cavab olur. C variantı. 15-ci testə baxıram. Düzgün cümləni seçirik yenə burada. A variantında does she goes yox. Does she go olmalıydı. Çünki s duya artırılır. Does olur və feil go olaraq qalır. B variantında they go olmalıdır. They goes yazıb. C variantında does'dan sonra gələn feil likes yox, like olmalıdır. D variantında do you enjoys yox, do you enjoy olmalıydı. Y variantında does she cook every day? O hər gün bişirirmi? Sual verir. 15-də düzgün cavab olur. Y variantı. 16-cı testdə eyni testi. Bu testlər hamısı 13-dür, 14-dür, 15-dir, 16-dır, 17-dir, 18-dir. Bu testlərin hamısı feilin indiki sadə zaman dərsinə aiddir. Bilmirsinizsə kanalıma daxil olursunuz, o dərsə baxırsınız, daha sonra bu testi işləyirsiniz. Deməli, 16-cı testdən davam edirəm. Yenə düzgün cavabı istəyir. A variantında deməli Z-dən does yox, do olmalıydı. B variantı düzgün cavabdır. Does he like ice cream? C variantında do she reads yox, does she read olmalıydı. D variantında does they play olmalıydı, plays yox. Y variantında do you likes yox, do you like olmalıydı. Ona görə 16-da cavab olur B variantı. 17-ci testə baxıram. She does not like olmalıydı. Likes yazıb olmaz. B variantında they do not goes yox, they do not go olmalıydı. C variantında he does not enjoy watching TV. O televizora baxmaqdan ləzzət almır. Düzgün cavabdır. D variantında I don't olur, does not olmur. Y variantında we do not play olmalıydı. Plays yazıb. 17-də Y variantı düzgün cavab deyil. 17-də düzgün cavab olur C variantı. 18-ci testdən davam edirəm. She doesn't like to run. O qaçmağı sevmir. Düzgün cavabdır. B variantında they do not go olmalıydı. Goes yazıb səhvdir. C variantında he does not likes yox, like olmalıdır. D variantında we does not watch yox, we do not watch olmalıydı. Y variantında I do not eat yox, I do not eat olmalıydı. Yəni 18-də cavab A variantı olur. 19-cu testə baxıram. Deməli cümlə qurmalıyıq. Baxaq görək cümlədə nə yazıb. Old sözü qədim, köhnə, qoca, castle sözü qala, turist, attract, cəzb etmək, many çoxlu, every year. Deməli belə olacaq. The castle qala, the castle ya da the old castle. Qədim qala cəzb edir çoxlu turistləri hər il. Hər il sözünü cümlənin ən başında da verə bilər, lakin elə cavab yoxdur. Yəni 6-dan başlayan cavab yoxdur. Ona görə 19-a cavab olacaq A variantı. Qədim qala hər il, qədim qala cəzb edir çoxlu turistləri hər il. Zaman zərfi, yer zərfi cümlənin ya ən başına gəlir, ya ən sonunda ingiliscəsində. Ona görə 19-a cavab olur A variantı. 20-ci testdən davam edirəm.
Deməli, principal, a person who leads school. Aha. Principal, yəni məktəbdə biz Azərbaycanda deyirik sinif rəhbəri, müəllim, hansı ki nəzarət edir hər şeyə. Sinif rəhbəri ola bilər, müəllim ola bilər bu şəxs. Bir də cavab olur B variantı. Bu şəxs hansı ki idarə edir məktəbi və yaxud da ki hər hansı bir təşkilatı rəhbəridir. Yəni belə deyək, rəhbər. Bir olur B. 2-yə baxıram. Long sözü lounge, salon deməkdir. Cavab olur A variantı. Room or area for relaxing or socializing. Hər hansı bir ərazi, hər hansı bir otaq, hansı ki orada istirahət edə bilərsiniz və yaxud da ki bir-birinizlə yəni sosiallaşa bilərsiniz. 3-cü restroom sözü. Restroom ayaq yoludur, yəni əl üzü yuyduğumuz yer və yaxud da ki ayaq yolu kimi istifadə etdiyimiz yer. A room with facilities for washing. Otaq hansı ki əl yumaq, yəni yumaq üçün imkanları olan bir otaqdan söhbət gedir. Ona görə 20-də cavab olacaq C variantı. 21-ci testdən davam edirəm. Düzgün cavabı seçməliyik. Deməli, biz bilirik ki, apostrof S, ın deməkdir. İsmi yəli çalıdır və apostrof S-in ismi yəli çalı olması üçün özündən sonra mütləq şəkildə isim gəlməlidir. A variantına baxıram. He is Maria's brothers. He bir nəfərdir. Elə bil deyir, o Maria'nın qardaşlarıdır. Bir nəfər necə qardaşlar ola bilər? Bir nəfər olmalıydı. He is Maria's brother olmalıydı. Yəni, o bir nəfər oğlandırsa, bir qardaşdan söhbət gedir. Ona görə A variantı səhv. B variantına baxıram. B variantını ümumiyyətlə yəli ki əvəzliyi yazmayıb. Yazıb he is Maria brother. O Maria qardaşdır. B variantına apostrof S izin qısaldılmasıdır. C variantına baxıram. He is a Maria's brothers. Yenə he bir nəfər, brothers qardaşlar olmaz. Bir nəfər bir qardaş ola bilər. C səhv. D variantına baxıram. D variantına apostrof qoyub, amma S-i yazmayıb, yəni yəli kalı yoxdur. Y variantına baxıram. Bəli. He is Maria's brother. O Maria'nın qardaşıdır. He bir nəfər oğlan, xəbəri is, Maria apostrof S, ın, brother qardaş. O Maria'nın qardaşıdır. 21-də cavab Y variantı. 22-ci testə baxıram. Yanlış variantı istəyir bizdən. Deməli, yanlış. Aha, incorrect variant, yanlış varianta baxaq. Dağlara nöqtələr uzundur, amma həyəcanlıdır. A variantı. Dağlara səyahət uzundur, amma həyəcanlıdır. Bəli, ola bilər. Travel, trip. Bunlar hamısı səyahət gedir. Yəni A da D də ola bilər. B variantı road, yol. C variantı way, yol. Bunlar da ola bilər. Dağlara gedən yol uzundur, amma həyəcanlıdır. Dağlara səyahət etmək uzundur, həyəcanlıdır. Y variantı school. Məktəb dağlara uzundur, amma həyəcanlıdır. Bəli, bu ola bilməz. Məktəb dağlara nə deməkdir? The school məktəb. To the mountains dağlara. Dağlara məktəb uzundur, amma həyəcanlıdır. Məntiqsizdir. 22-də cavab olur Y variantı. 23-ə baxıram. Altına xətt çəkilmiş sözə sinonimlə əvəz edirik. Beautiful, gözəl. Deyir, gözəl bağ dolu idi rəngli güllərlə. Aha. Beautiful sözünün sinonimi. A variantı ugly, eybəcər, çirkin. B variantı gözəl, sevimli. C variantı small, balaca. D variantı empty, boş. Y variantı old, köhnə, qoca, yaşlı. Beautiful sözünün sinonimi lovely. Cavab olur B variantı. 24-cü testə baxıram. Aha, onların var mitinqi müəllimləri ilə hər həftə. Yəni görüşləri, mitinqləri var, tədbirləri var. Zeyin xəbəri olur have. They have a meeting with the teachers every week. Burada əgər don't have olsaydı, biz o variantı da düzgün götürə bilərdik. Onların hər həftə müəllimlərlə görüşü yoxdur. Amma o variantı yazmayıb. B variantında Zeydən has yazıb olmaz. D variantında Zeydən doesn't yazıb, they don't have olmalıydı. Y variantında they hasn't have ola bilməz. Çünki have-in, has-in inkarı don't-dan, does-dan verilir. C variantı have-in ümumiyyətlə məntiqsizdir. 24-də cavab olur A variantı. 25-ə baxıram, antonimciklərini seçirik. 1. Love, sevmək, hate, nifrət etmək. Bəli, antonimdir. 2. Watch, izləmək, follow, izləmək. Sinonim sayıla bilər, antonim deyil. 2. 3. Like, xoşlamaq, dislike, xoşlamamaq. Dis, biz isim dərsində keçmişik. Feillərin və yaxud da hansısa bir sözün qarşısına artırılır və inkarlıq bildirir.
Like xoşlamaq, dislike xoşlamamaq. Bəli, antonimdir. 4. Clean təmizləmək, wash yumaq. Bunlar sinonim sayıla bilər. 5. Play oynamaq, dance rəqs etmək. Bunlar ümumiyyətlə nə sinonim deyil, nə də antonim deyil. Ona görə burada cavab olacaq 1 və 3. 26-ya baxıram. 26-ya biz baxırıq, şəklə baxırıq, mətn qururuq. Bu tipli testlər çox önəmlidir. Ona görə ki, qəbula 9-un şəhadətnaməsinə, 11-in şəhadətnamə attestat imtahanlarına bu tipli testlər düşür və burada qrammatikanı mükəmməl yazmalısınız. Hərf səhvləri maksimum dərəcədə etməməlisiniz ki, tam bal ala biləsiniz. Mən belə yazmışam. Hello, my name is Mira. Salam, mənim adım Miradır. I like to draw pictures. Mən şəkil çəkməyi sevirəm. After drawing, I do colorful painting. Şəkil çəkəndən sonra mən rəngli rəngləmə edirəm. Yəni, rəngli rənglərdən şəkilləri rəngləyirəm. This is my cat Mika. Bu mənim pişiyim Mikadır. He is a very clever cat. O çox ağıllı pişikdir. He is black and white. O qara və ağdır. When I paint my drawings, he watches me. Mən öz şəkillərimi rəngləyəndə o məni izləyir. Sometimes I draw him. Bəzən mən onu çəkirəm. Mən bu şəkildə yazmışam. Şagirdlərim nə şəkildə istəsəm yaza bilərsiniz. Əgər yazdığınızı yoxlamağımı istəyirsinizsə, yorumlara da yaza bilərsiniz. Mənə şəxsdə də yaza bilərsiniz. Mən maksimum dərəcədə əlimdən qədər çalışacağam ki, sizin mətninizi yoxlayım və səhvlərinizi sizə deyim. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, bu video sizin üçün faydalı oldu. Əgər videomu bəyəndinizsə, like atmağı, videomu başqalarıyla bölüşməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, hələlik. Hər kəsə salam. Bugünkü test izahımız DİM-in 5-ci sinif ingilis dilindən səhifə 83-də olan hissənin test izahı olacaq və biz bilirik ki, sınaq başlayar-başlamaz bizdə dinləmə mətni olur. Hər dərs deyirəm, təkrar deyirəm. Dinləməni səhvsiz etmək istəyiriksə, sualları oxuyub tanış oluruq. Daha sonra dinləməyə qulaq asırıq. Bu zaman biz imtahanı səhvsiz yazacaqsınız, əminəm ki. Başlayaq birinci sualdan. Why is the Earth different from other planets? Nəyə görə yer kürəsi fərqlidir başqa planetlərdən? A variantında deyir ki, it has a rocky surface. Onun qayalı, daşlı səthi var. Baxın, mətndə dinləmədə bu sözü deyir. Lakin deyir ki, yer kürəsi qayalıdır. Lakin dinləmədə deyir ki, Merkuridə, Venerada, Marsda olduğu kimi. Əgər Merkuri, Venera, Marsda qayalıdırsa, bu yer kürəsini başqa planetlərdən fərqləndirmir axı. Yer kürəsi də qayalıdır. Marsda, Venerada, o birisi də. Ona görə A variantı düzgün cavab deyil. Deyir, yer kürəsi başqa planetlərdən nə ilə fərqlənir? Cavab olacaq bir də B variantı. Çünki orada su və oksigen var, hansı ki başqa planetlərdə o yoxdur. Tapşırıq 2-yə baxıram. Life on the earth exists because yer kürəsində həyat mövcuddur. Çünki cavab olacaq 1-3. Çünki su və oksigen vardır yer kürəsində və həmçinin təmiz hava vardır və yaxşı temperatur vardır. Ona görə 2-də cavab olacaq 1-3. Əgər 2 olsaydı, təsəvvürünüzə gətirin ki, deyir ki, yer kürəsində həyat mövcuddur. Çünki o dəyirmidir. Niyə ki, yer kürəsi dəyirmi olmasaydı, həyat olmayacaqdı ki, olacaqdı. Və yaxud da ki, 4-də yazıb ki, çox istidir və ya çox küləklidir. Amma dinləmədə deyir ki, yer kürəsində həyat yaxşıdır, nə çox soyuq deyil, nə də çox isti deyil. Ona görə 2-4 düzgün olmur. Yəni, ikinci tapşırıqda cavab olacaq 1-3. Üçüncüyə baxıram, mətn nə haqqındadır? Why there is life on the earth? Yer kürəsində həyatın niyə olması ilə bağlı. Dördüncüyə baxıram, biz qərar verməliyik ki, hansı doğrudur, true və ya hansı yanlışdır, false. 4-1. Yer kürəsi su, oksigen və təmiz havanın olduğu yeganə planetdir. 4-1. Bəli, true. 4-2. Structure of the earth is oval and sandy. Yer kürəsinin strukturu oval və qumludur, səhvdir. Dinləmədə deyir ki, yer kürəsi round dəyirmidir və rocky, qayalı, daşlıdır. Burada isə qumlu yazıb, olmaz. 4-2-B-dir. 4-3-ə baxıram. Yer kürəsinin mənası torpaq deməkdir. Qədim ingilis dilində və alman dillərində. Bəli, imenli bu cümləni dinləmənin içərisində deyir. Ona görə 4-3-ün cavabı olur A, yəni true. 4-5. Yer kürəsi ən gənc planetdir solar sistemdə. Yəni Günəş sistemində ən gənc planetdir. Bu cavab yanlışdır. Çünki dinləmədə ən axırıncı deyir ki, yer kürəsi 4,6 bilyon yaşındadır.
Bu isə onu gənc eləmir, əksinə yaşlı edir, yəni qoca, yəni qədimi edir. Ona görə 4-4-də cavab olacaq B variantı. 1B, 2C, 3C, 4-1A, 4-2B, 4-3A, 4-4B. Növbəti hissəyə baxıram. Deməli, 5-ci mətni oxuyuruq, tərcümə edirik və düzgün cavabı tapırıq. Experience the wonders of the solar system from home. Deməli, solar system, günəş sistemi haqqında olan təcrübələr haqqında danışır. Our instructive online tour will take us. Deməli, online bir səyahət eləyirlər. Səma, fəza haqqında hansısa bir dərsdə səmanı araşdırırlar ki, fəzada nələr olur, günəş sistemində nələr olur. Uşaqlar bu haqqda onlayn araşdırma eləyirlər. Perfect for students and space interest. Bu araşdırma əladır tələbələr üçün və fəzaya marağı olanlar üçün, yəni. Deməli, düzgün variantı seçməliyik. Deməli, mətndə onsuz da yazılıb elə ən birinci cümlədə, burada da xəttləmişəm, görəcəksiniz. Günəş sistemi haqqında, yəni onu araşdırmaq, orada tədqiqatlar aparmaq, yeni şeylər tapmaq və s. 5-də cavab olacaq A variantı. Exploring the solar system. 6-ya baxırıq. Explore galaxies beyond the Milky Way with our ritual experiences. Discover spiral galaxies. Mətn başlayan kimi özü yazıb elə. Explore galaxies. Galaksiləri araşdırmaq, tədqiqatlar aparmaq, araşdırmalar etmək. Elə 6-da da cavab olacaq B variantı. Exploring galaxy. 7. Discover the interesting details of our solar system in our next webinar. Deməli, seminar kimi bir şey keçirirlər. Discover sözü kəşf etmək. Deməli, maraqlı detalları günəş sistemi haqqında kəşf eləyəcəyik biz növbəti seminarda. Planetlər, aylar və başqa suallarınız olsa, bizim eksperimentlərimiz, yəni astronotlarımız da orada olacaq. Yəni, hamı bir yerə toplaşır bir seminar üçün və bu seminarda onlar planetlər, ay və yəni fəza figurları, fəza cisimləri haqqında araşdırmalar edirlər. Və burada deyir ki, bizdə mətn nə haqqda, nədən bəhs eləyir? Cavab olacaq B. Learning about planets. Planetlər haqqında öyrənmək. Elə bil 7-də də cavab olacaq B variantı. Daha sonra biz mətn oxuyuruq. Mətni oxuyub tərcümə etməliyik. Mən bəzi hissələr hansı ki, testdə düzgün cavabdır, həmin hissələrin altlarını xəttləmişəm ki, sizin üçün də daha rahat olsun. 8-ə baxıram. 1. Venus is the hottest planet in the solar system. Venus solar sistemdə, yəni günəş sistemində ən isti planetdir. Bəli, bu mətnin içində belə deyir. Birinci abzasın axırdan ikinci cümləsində mən dair eləmişəm. Yazmışam. Making Venus is very hot. Venus deməli isti planetdir. Yəni bir düzgün cavabdır. 2-yə baxıram. Venus is cooler than Mercury. Venus cooler daha sərindir Merkuridən, səhvdir. Belədir. Venus daha istidir. Yəni cooler yox, hotter olmalı idi. 3-cüyə baxıram. The temperature on Venus can melt tin. Və bu cavab da doğru cavabdır. Çünki bu cavabı mətnin içərisində özü qeyd edir. Və bu hissəni mətnin içərisində özü qeyd etdiyi üçün siz bunu doğru cavab olaraq seçməliydiniz. 4-cüyə baxıram. Venus has a thin atmosphere. Thick sözü qalın deməkdir. Thin sözü arıq, incə deməkdir. Burada 4-də də deyir ki, Venusun nazik atmosfer təbəqəsi var. Səhvdir. Burada thick olmalı idi. Yəni T, H, I, C, K yazılır. Mətndə də həmən hissəni xəttləmişəm. Diqqətən baxsınız görəcəksiniz. Thick olmalı idi. Burada cavab olacaq 1 və 3. Növbətinci 9-cu testdən davam edirik. Mətn nədən bəhs edir? The second planet from the sun. Günəşdən sonraki ikinci planetdən bəhs edir. Yəni Venusdan danışır. Ona baxıram. What makes Venus so hot? Venusu bu qədər isti eləyən nədir? Its thick atmosphere. Onun qalın atmosfer təbəqəsi. 11-ə baxıram. It is not easy for spacecraft to stay on Venus for long time. Deyir, asan deyil kosmik gəmilərin Venusda uzun vaxt qalması, çünki its heat and strong pressure, güclü olan təzyiqdən və istilikdən dolayı orada qalmaq mümkün deyil. Mətnin içərisində ikinci abzasın ikinci cümləsində deyir. It is hard for humans or spacecraft to stay here for long. Və orada cavablarını qeyd edir isti olduğuna görə və təzyiqin olduğuna görə. İkinci mətnin ikinci abzasının ikinci cümləsində qeyd edir. Deməli, burada 11-ci sualın cavabını. 12-ci suala baxıram. Doğru olan fikirləri seçirik. Burada cavabı seçmişəm mən 1 və 4.
Venus is an interesting planet. Venus maraqlı planetdir, bəli. 2. Samples sent to the Venus late for weeks. For weeks yox, for hours deyir mətnin içində. Yəni həftələrlə yox, saatlarla olmalıdır. 3. Venus is cooler yox, hotter, daha istidir Merkuridən. 4. Studying Venus helps us learn about greenhouse gases. Bəli, 4-də də bu mətnin içərisində bu haqda bəhs edir. Ona görə düzgün cavablar olacaq 1 və 4. 13-cü testdən davam edirəm. An astronotlar xüsusi spacesuit, yəni kosmik fəza geyimləri, suit sözü kostyum şalvar deməkdir, həm də xüsusi geyimdə. Yəni fəza geyimləri geyinirlər, o astronotların geyindiyi paltarları fəzada gəzən zaman. Nə ola bilər? Geyinmək. Geyinmək sözü də wear, geyinməkdir. Lakin astronot sözü təkdə olduğu üçün biz demişdik. Feillər hidə, şidə, itdə s qəbul edir. Wear sözü geyinmək feildir. Astronot sözü tək olduğu üçün, yəni astronot hid ola bilər, şid ola bilər. Ona görə wears olur. Yəni 13-də cavab olur A. 14. Düzgün variantı seçin. A variantında she have yazıb, she has olmalıydı. B variantı düzgün cavabdır. C variantında she are a cat, o pişikdir yazıb. Amma she-dən də heç ar olmaz, is olmalıdır. Ona görə səhvdir. D variantında she has an cat olmaz, a cat olmalıdır. Çünki cat sözü k hərfi ilə, k səsi ilə başladığı üçün an artiklı yox, artiklı olmalıydı. Y variantında yenə she has a cat olmalıydı. Yazıb she have an cat olmaz. Əgər bu testi səhv yazmısansa, kanalıma daxil olursunuz və orada mən artikel mövzusunu paylaşmışam. An artikla necə istifadə olunur və kanalımda have, got, has got dərsi paylaşmışam. O dərsin ikisinə baxsan, hər şey aydın olacaq. 15-ə baxırıq. O pianino çala bilir. She play. Play sözü çalmaq, həm də oynamaq. O pianino çala bilir. Biz bilirik ki, feillər 3-cü şəxsdə s qəbul edir. Ona görə də sual verəndə does-dan sual veririk. Does she play the piano? O pianino çala bilir. Ona görə 15-də cavab olur D variantı. 16. Onlar pizza xoşlayırlar. They like pizza. Like xoşlamaq. Like sözün inkarı necə olacaq? Like sözü feildir. Feilin inkarı don't və does not-la olur. Hidə, şidə, itdə does not olur. Qalanlarında don't. 16-da cavab olacaq A variantı. They don't like pizza. Onlar pizza xoşlamırlar. 17-ci testdən davam edirəm. Deməli, onun var sevimli ev heyvanı. She-dən normalda has olur. Amma burada deməli inkar verib ki, she has have-ə keçib. She-dən don't yox, does not olur. She does not have a pet. Yadımıza salaq, have, has dərsi feil olduğu üçün sual verəndə do does-dan sual verilirdi. İnkarı da do-dan does-dan verilirdi. İnkarında don't does not olurdu. She-dən də don't yox, does not olur. She does not have a pet. Onun ev heyvanı yoxdur. Ona görə 17-də cavab olacaq C variantı. 18-ə baxırıq. 18-də cümlə qurmalıyıq. 3-də görürük ki, how many var. How many biz bilirik ki, neçə, nə qədər deməkdir. Yəni sual verir. Sual cümləsidirsə, təbii ki, cümlə onunla başlamalıdır. How many planets are there in the solar system? Mən bunları necə asan tapıram? Birinci sual əvəzliyi axtarıram ki, görüm sual əvəzliyi varmı? Sual əvəzlikləri nədir? What, nə, who, kim, when, nə vaxt və s. Burada gördüm how many var. Ona görə cümləni 3-dən başlayacağımı düşündüm. Sual cümləsi olduğu üçün they are vardır deməkdir. Sual verəndə are cümlənin əvvəlinə keçir. Ona görə how many are there olur. Bu şəkildə davam edəndə bir dənə variant çıxır. 18-də cavab olur A variantı. 19-cu testdən davam edirəm. Altından xətt çəkilmiş sözə sinonimini tapaq. She feels after having receiving a good news. O yaxşı xəbərlər aldıqdan sonra xoşbəxt hiss elədi. Happy sözünün altından xətt çəkilib. Happy sözü xoşbəxt olmaq, sinonimi joyful, əyləncə, xoşbəxtlik. Bu şəkildə tərcümə olunur. A variantı sad, üzgün deməkdir. D variantı angry, hirsli deməkdir. Y variantı upset, sadın sinonimidir, yəni özünü pis eləmək. C variantı tired, yorğun deməkdir. Bir dənə happy sözünün sinonimi ola bilər B variantı. 20-yə baxıram. Deməli biz definition sözlərin mənalarını uyğunlaşdırmalıyıq görək hansı sözün mənası nədir? Get up.
Get up, yəni qalxmaq, yuxudan qalxmaq, kravatdan qalxmaq, yerindən qalxmaq. Ona görə bir də cavab olacaq C variantı. 2. Hang out. Hang out sözü türklər demişkən takılmaq. Məsələn deyirik, kinolarda belə deyirlər, hamınız eşitmisiniz. Bugün arkadaşlarımla takılacağam. Yəni ki, əylənəcəm, onlarla vaxt keçirəcəm, birlikdə vaxt keçirəcəyik. Hang out sözü o deməkdir. Ona görə 2-də cavab olacaq A variantı. Hang out to spend time relaxing. Yəni dincəlmək üçün vaxt keçirmək. 3-cü talk about, söhbət etmək. Söhbət etmək nə ola bilər? B. To discuss a topic. Topic hər hansı bir mövzu, discuss da müzakirə etmək. Hər hansı bir mövzunu müzakirə etmək. Deməli 1C, 2A, 3B. Burada düzgün cavab olacaq 20-də D variantı. 21-ci testdən davam edirəm. Deməli, it is a school subject that teaches students about physical exercise. Bu o məktəb fənnidir, hansı ki öyrədir tələbələrə fizikal idman haqqında. Deməli, fiziki tərbiyə dərsidir. Fiziki tərbiyə sözü də physical education idi. PE baş hərfləri. Baxın, orada da yumurlamışam. PE fiziki tərbiyə. A variantı art, rəsmdir. B variantı math, riyaziyyatdır. D variantı musiqidir. Y variantı science, təbiət və ya həyat bilgisidir. Ona görə 21-də cavab olur C variantı. 22-ci testə baxıram. Düzgün sual cümləsini seçin. A variantı. What do they do at the weekends? Onlar həftə sonu nə edirlər? Düzdür. B-yə baxıram. What they play? Aha. Play sözü oynamaqdır. Feilə sual verəndə dudandazdan verməliyik. B variantı belə olmalıydı. Where do they play volleyball? Onlar harda voleybol oynayırlar? Bu da onu ən axırda yazıb, olmaz. C variantı. When do they play volleyball? Nə vaxt voleybol oynayırlar? Bu da onu voleybolun qabağında yazıb. When do they play volleyball olmalıydı. C-də. D variantına baxıram. Why do they play volleyball olmalıdır? Yazıb why do they volleyball play? Olmaz. Cümlə quruluşu səhvdir. Y variantında who does yox, who plays volleyball olmalıydı. Çünki who'ya sual verərkən feil 3-cü şəxsdə yazılır, does olmur. Məsələn, who speaks now? İndi kim danışır? Who dances with her? Onunla kim rəqs edir? Who'dan sonra feil gəlir və təkdə gəlir. Ona görə 22-də cavab olur A variantı. 23-cü testə baxıram. Bir dəqiqə. Aha. 23-cü testə baxıram. Altına xətt çəkilmiş sözə düzgün sual verəcəyik. She gets up at 7 a.m. O səhər 7-də qalxır. 7 a.m. səhər 7-də. O 7-də qalxır. Sual verəcəyik. 7-də qalxır. 7-nin altından xətt çəkib. O neçədə qalxır? What time does she get up? Niyə belə olur? Çünki get up yuxudan qalxmaqda feil var. Feil varsa sualı dudandazdan veririk. She'yə də sual verəndə dazdan veririk. What time does she get up? Ona görə 23-də cavab olur B variantı. 24-cü testə baxıram. Düzgün variantı seçməliyik. The cat is Sarah's pet. Pişik Sara'nın ev heyvanıdır. Düzdür. B-yə baxıram. The cat is Sarah pet. Belə yazıb B variantında. Pişik Sara ev heyvanıdır. Pişik Sara ev heyvanıdır. Sara'nın yazmalıydı, apostrofesi yazmayıb. D variantında da apostrofu qoyub s-nı yazmayıb. Ona görə o da səhvdir. C variantına baxıram. Pişik Sara'nın ev heyvanlarıdır. Bir pişik necə heyvanlar ola bilər? C variantında yazsaydı ki, the cats are Sarah's pets. Article yazmayıb, izin əvəzinə are yazsaydı, cat'i də cəmdə yazsa düzgün saya bilərdik. Y-yə baxıram, the cat is Sarah's pet. Burada da Sara sözünü cəmləyib. Saralar deyə bilmərik, adlarları artırılmır. Ona görə 24-də cavab olacaq A variantı. 25-ə baxıram, düzgün antonim cütlərini seçək. Gəlin seçək. 1. New, yeni, ancient, qədimi. Bəli. 2. Lovely, sevimli, beautiful, gözəl. Bunlar antonim deyil, əksinə sinonim kim sayıla bilər? 3. Dark, qaranlıq, tünd. Fair sözü sarışın. Bəli, bunlar antonim sayıla bilər. Məsələn, I have dark hair, mənim tünd saçım var. I have fair hair, mənim sarışın saçım var. Ola bilər. 1-3. Big, böyük, huge, geniş, sinonim. 5. Short, qısa, long, uzun, antonim. Bizdən də antonimlər istəyir. 1, 3, 5 düzgün cavabdır. 26-ya baxıram. Biz burada
şəkillərə baxıb mətn qurmalıyıq. Bu uşaqların tamamilə xəyal dünyasına bağlıdır ki, hansı şagird necə mətn qurmaq istəyir. Əsas məqsədimiz odur ki, ən azı 35 söz olsun. Maksimum dərəcədə eyni söz qayıdıb təkrar yazılmamalıdır. Qrammatik qaydalardan düzgün istifadə olunmalıdır. Sözlərin yazılışı düzgün olmalıdır. Kim nə cür istəsə düzgün yazmaq şərti ilə o şəkildə mətn qura bilər. Mən belə yazmışam. It's a galaxy. Bu galaksidir. O galaksidir. Yəni şəkildən danışıram. You can see some planets. Sən bir qədər planetlər görə bilərsən. There is a rocket and an astronaut. Vardır bir raket və bir astronot. This is Earth. Bu yer kürəsidir. İkinci şəklə keçdim artıq. Bu yer kürəsidir. It is an Earth yazmalıydım. This is an Earth yazmalıydım. Anart yazmamışam səhvən. Sonra it is blue, green, white and a little brown. O mavi, yaşıl, ağ və birazca da qəhvəyidir. İndi ağlıma gəldi ki, daha geniş yazmaq üçün belə yaza bilərdim ki, məsələn, yaşıl rəng ağacları, mavi rəng suları, qəhvəyi rəng dağları təmsil edir. Amma yazarkən o ağlıma gəlməyib. İndi səsləndirən zaman ağlıma gəldi ki, o şəkildə də yaza bilərdim. Daha sonra yazmışam ki, there are millions of stars. Milyonlarla ulduzlar vardır. They are shining. Onlar parıldayırlar. Stars are very big. Ulduzlar çox böyükdür. Siz istəyirsinizsə planetlərin adını səsləndirə bilərsiniz ki, vardır filan qədər planetlər Günəş sistemində. Onlar Merkuri, Venera, Yer, Mars, Jupiter, Saturn, Uran, Neptun və s. Biz yer kürəsində yaşayırıq. Yer kürəsi digər planetlərdən fərqlənir çünki orada oksigen və su var. Yəni siz başqa cür də yaza bilərsiniz. Hətta bu testlərimizin içərisində dinləmə hissədə ilk 5 sualda, ilk 4 sualda yer kürəsinin fərqliliklərindən, başqa planetlərdən fərqliliyindən, yaşından falan bəhs edir. O hissəyə də baxıb oradan biraz ilhamlanıb oradakı tipli də yaza bilərdiniz. Bugünkü test izahım bu qədər. Əgər hər hansı bir sualınız varsa, əgər hər hansı bir testdə çətinlik çəkdinizsə başa düşməkdə və yaxud da ki, ümumiyyətlə başa düşmədinizsə, ya da hansısa bir testdə cavabı fərqli düşünürsünüzsə, yorumlara yazmaqdan çəkinməyin. İmkan olduğu qədər yorumunuza cavab yazmağa çalışacağam və yaxud da ki, həmin hissəni yenidən izah etməyə çalışacağam. Bugünkü test izahım DİM-in 5-ci sinif ingilis dilindən idi. DİM test bankında bu səhifə 83-dədir. Bugünkü izahım bu qədər. Sağ olun, hələlik.